Salam, hoş gördük hər birinizi. Yaqut xanım Əliyeva bizə Elgi Sezlən efirindən aksiya ilə müraciət edib. Bəli. Hər iki dizlərində problem var, ağrı var, yeriyəndə Bəli, çıxa bilmirəm. Nə çıxa bilmirəm, nə düşə bilmirəm. Həm də belə çəki artığımız var, yəni zaten bunu gətirib çıxaran bütün çəkinizin artığıdır, yəqin ki, bilirsiniz onu. Nə bilim, vallahi bilmirəm. Gecələrdə ağrı var mı, sızıltı, göynəmə? Bir də görsəm, 4 dənə bu barmaqlarım ölüşkənir. Dabanımın altına elə bil ki, tikan batırsan. Xırtxır səslər var mı? Var, burada dizlərim. Bəli. Xanımın dizlərində problem var. Efirdə də görmüşdük. Elgi Sezlən aksiyasına bizə müraciət edən xanımızdır. 6-7 il var. Da həkimlərə getməkdən yorulmuşum. Əlac yoxdur. Yox, Allah haqqı yeriyə bilmirəm. Doktor. Qəbul ilə Elgiz bəy hər iki dizlərinə rentgen çəkdik. Sağ dizi 4-cü dərəcəlidir, ən son həddədir, hansı ki əməliyyat göstərişidir. Zaten çəki artıqlığı özünü göstərir belə problemlərdə. Sol diz isə 3-cü 4-cü dərəcədir. Sol dizin biraz şansı daha çoxdur sağa nisbətən. Əlimizdən gələn müalicələrimizi icra edək. Maksimum dərəcədə çalışaq ki, əməliyyata getməməsi üçün. Amma sağ dizin durumu çox ciddi olduğu üçün əməliyyat ehtimalı hər zaman var. Əgər bu gördüyümüz işlər fayda görməzsə. İnşallah uğurla bitirərik işimizi. Sağ olun, təşəkkür ederim.